Xəritələr və Xalqlar kanalında sizləri görməkdən çox şadam. Bugün yeni bir video və məlumatla sizlərin qarşısındayım və bu bizi əslində çox sevindirən xəbərdir. Artıq məlumunuzdur ki, işğaldan azad olan ərazilərə bu il yay mövsümü üçün yeni köç dalğası olacaq. Yəni bəzi istiqamətlərdə, bəzi yaşayış məntəqələrinə yeni köç olacaq və xəbərlərdə, yeni xəbərlərdə artıq məlumat verilir ki, Azərbaycanın azad edilmiş daha bir neçə kəndinə köç baş tutacaq. Gözümüz aydın olsun, təki bu dalğa daha da sürətli olsun. Bütün keçmiş məcburi köçkünlər öz doğma yerinə, yurduna geri qayıtsın. Respublikamızın azad edilmiş daha bir neçə kəndinə köç baş tutacaq. Trendin məlumatına görə qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsində bununla bağlı müvafiq işlərə start verilib. Belə ki, Laçın şəhərinə 40 nəfər, Qubadlı rayonunun Zilanlı kəndinə 193 nəfər, Qubadlı rayonunun Mahruzlu kəndinə 190 nəfər, Ağdərə rayonunun Həsənrız kəndinə və eləcə də Ağdərə rayonunun Umudlu kəndinə 116 nəfər, Həsənrız kəndinə 98, Umudlu kəndinə 116 nəfər və həmçinin Xocavənd rayonunun Elm rayon mərkəzinin yaxınlığında yerləşən Xocavənd kəndinə 50 nəfər keçmiş məcburi köçkün köçürüləcək. Hansı ki, bu adı çəkilən yaşayış məntəqələrinin arasında biz bilirik ki, Həsənrizə köç baş verib, amma elə yerlər var və həmçinin Laçın şəhərinə də, amma əksər yerlərə ilk dəfə köç olacaq. Dövlət Komitəsi sakinlərin dədə-baba yurdlarına geri qaytarılması ilə bağlı danışma işlərini 166 Qlobal Logistik Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən sözgedən şirkətə 638.875 manat ödənilib. Bir daha gözümüz aydın olsun deyirik. İnşallah bu xəbərlərlə biz yenə sevinərik və daha çox belə xəbərlər gələr və həmçinin başda o kəndlərin sakinləri olmaqla hər kəs bu xəbərlərə sevinir və eləcə də digər yaşayış məntəqələrinə də başda Xankəndi şəhəri olmaqla köç prosesi baş verər və inşallah bu xəbərləri də biz eşidib daha da çox sevinərik və yeni addımlar ölkəmiz üçün faydalı, düşərli olar.